Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün mən Dədə Qorqud Parkının yaxınlığında Ceyhun Rəcəbəyli küçəsində 3 otağa düzəlmə 110 kvadrat metr sahəsi olan bir möhtəşəm mənzilin təqdimatına gəlmişəm. Mənzilimizin başdan deyim qiyməti 380 mindən satışa çıxıb. Hol hissəsini və giriş hissəsini gördünüz. Bura isə bizim mənzilimizin qonaq otaq hissəsi dəyərli izləyicilərim. TV stent yığılıb. Deməli, belə bir dekor güzgü vurulub otağa və otağın baş hissəsində də mətbəx yaradılıb, sirtməli qapı ilə. Mətbəxdə də bütün mebellər quraşdırılıb və təbii ki, eyvana da çıxışı var, dəyərli izləyicilərimiz. Mənzilimizin deməli, yataq otaqlarından biridir. Qarşısı açıqdır, birbaşa Gənclik istiqamətinə və Dədə Qorqud Parkına baxır. Burası isə dəyərli izləyicilərimizin mənzilimizin deməli 3-cü otağıdır və yataq otağıdır. Belə bir geniş, qarşısında da eyvanı və birbaşa deməli dediyim kimi Koroğlu və Dədə Qorqud Parkına baxır. Mənzilimizdə çamaşır otağı da var, hamam otağını görürsünüz və ayrıca sanitar qovşağı. Dəyərli izləyicilərim, mənzilimizi gördünüz, 3 otaq 110 kvadrat, 385 mindən satışa çıxıb. Qapıların hündürlüyünə diqqət eləsəz 2 metr 50 santlıq qapılar qoyulubdur. Kimə bu mənzil maraqlıdırsa əlaqə saxlasın, biz göstərək. Çox sağ olun, minnətdarım.